Gözlərimdəki qaranlıq birdən dağıldı. 11 yaşlı ürəyim qorxu ilə dolan sinəmdə quş kimi çırpınırdı. Ah müqəddəslər, mənə kömək edin. İşıq getdikcə güclənirdi. İşıqla bərabər qəlbimdəki qorxu da elə böyüyürdü ki, qışqırmaq istəsəm belə bacarmayacaqdım. Hamı mışıl-mışıl yatırdı. Qapılar bağlanmışdı. Otaqlardan səs səmir gəlmirdi. Yataqdan qalxıb yerimdəcə oturdum. Kürəyimi divara söykədim. Gözlərim elə açılmışdı ki, az qalırdı hədəqəsindən çıxar. Bunları düşündüyüm anda zəif, amma yumşaq səs eşidildi. Qorxma oğlum, sənə köməyə gəlmişəm. Ürəyim az qaldı yerindən çıxsın. Axır ki, ilk dəfə banlayan xoruz sayağı zəif, boğuq səslə soruşa bildim. Kimsiniz? Yoxsa o biri dünyadan gəlmisiniz? Ruhsunuz? Yaxşı görək. Mehriban gülüş eşidildi. İçərini biraz da işıqlandıracağam. Ancaq narahat olma. Bunun sənə heç bir zərər toxunmayacaq. Dilucu yaxşı deyib gözlərimi yumdum. Belə olmaz dostum. Gözlərini aça bilərsən. Əvvəlcə bir gözümü açdım. Sonra digərini. Otaq elə gözəl ağappaq işıqla dolmuşdu ki, ölüb cənnətə düşdüyümü zənn etdim. Ancaq belə ola bilməzdi. Evdəkilər həmişə deyirdilər ki, mən cənnətlik deyiləm. Mənim kimləri birbaşa cəhənnəmdə qır qazanına düşməli idi. Mənə bax. Doğrudur, çirkinəm. Ancaq gözlərimə baxsan, biləcəksən ki, mənə güvənmək olar. Hardasınız? Çarpayının ayaq tərəfində. Çarpayıya yaxınlaşdım. Bütün cəsarətimi toplayıb ona baxdım. Az qaldı huşum başımdan çıxsın. Elə qorxdum ki, bədənimi, saçımdan dırnağıma tək əsməcə tutdu. Titrəyərək yerimə qayıtdım. Belə olmaz oğlum. Bilirəm, çox çirkinəm. Ancaq bu dərəcədə qorxsam, sənə kömək etməkdən vaz keçib çıxıb gedəcəm. Səs sanki yalvarırdı. İradəmə sahib çıxmağa qərar verdim. Ancaq ona yaxınlaşmağım bir qədər uzun çəkdi. Niyə bu qədər qorxursan? Axı sən qurbağasan. Qurbağa olanda nə olar ki? Kitabın davamını, burada baş verənləri öyrənmək istəyirsinizsə, Günəşi Oyadaq kitabını oxumaq lazımdır.